Salam dostlar. Bu günləri inşallah 6-6 ay 2025-ci il bal süzümünə başlayacağıq. Bu illəri balımız biraz gecikib. Əslində həmişə may ayında süzüldü. Ona görə də bütün arıçılar may balı deyirlər. Bizdə bir həftə 10 gün gecikmə oldu. Bu da bu illər keçən iqlim şərtlərinə görə baş verdi. Bir də ən mühüm məqamlardan biri balın tam yetişməsidir. Bəzən arıçılar bal tam yetişmədən balı süzürlər. Bu da balın turşumasına, keyfiyyətin itirməsinə səbəb olur. Biz o şərtləri gözlədik ki, arı topladığı balların ağzını möhürləsin. Möhürləyəndən sonra balın tərkibində olan nəmlik 17-20% su qalır. Bu da balın saxlanması üçün ən gözəl, optimal nəmlik səviyyəsidir. İnşallah ki başlayırıq. Hər kəsə xeyirli uğurlu olsun. Alıb yeyənlərin də ağzı şirin olsun.